Salam, hər vaxtınız xeyir. Bu günlər mən sizlərə KK, PP, TT və QQ eyni zamanda YY samitlərin tələffüz qaydasını izah edəcəm. Gəlin başlayaq KQ-dan. Əgərlərə K samiti yanaşı işlənərsə, bu samitlər yanaşı işlənərsə, bunlardan ikincisi qarlaşacaqdır. Belə şəkildə tələffüz olunacaq. K kimi tələffüz olunacaqdır. PP də eyni zamanda elə tələffüz olunacaqdır. P bu kimi, T D kimi. Q-da isə birincisi karlaşacaq. Kışdırıq, Q kimi tələffüz olunacaq. Bunlarda isə bir dənə Y düşəcəkdir. Bu nə zaman düşəcəksə, indi mən onu sizə başa salacağım. Baxın, siz görürsünüz ki, K, P, T qoşa işləmində bunlar kar samitlərdir. Bu kar samitlərdə ikincisi cingiltiləşir. İkincisi cingiltiləşir. İkincisi. Amma cingiltili samitlərdə isə birincisi karlaşır. Birincisi karlaşır. Karlaşma prosesi gedir. Bunu da izah edəcəm. Əvvəlcə bunlar üzərində nümunələr göstərim. Məsələn, mən deyirəm ki, sizlərə səttar sözünü yazaq. Səttar. Və yaxud da ki, mürəkkəb. Baxın, burada iki dənə qoşa T, iki dənə kar samit yanaşı işlənir. Burada eyni cinsli iki dənə kar samit yanaşı işlənmişdir. Söhbət eyni cinsli kar samitlərdən gedir. Eyni cinsli. Baxın, bu tələffüz qaydada belə olacaq. Əgər ki, iki dənə eyni cinsli kar samit yanaşı işlənibsə, səttar kimi tələffüz olacaq. Burada da mürəkkəb şəklində tələffüz olunacaqdır. Belə şəkildə tələffüz olunacaq. Yox, əgərləri söhbət Q-dan gedirsə, cingiltilidə Q. Bu, məsələn, saqqal sözünü deyirəm. Tələffüz qaydada saqqal şəklində tələffüz olunacaqdır. İndi isə gələk Y-ya. Y-da əsas məqam nəyə diqqət yetirməlisiniz? Y-da. Əgərləri qoşa Y sözün kökündədirsə, şəkil çəkimi yox, sözün kökündədirsə, necə varsa elə tələffüz olunacaq, heç bir dəyişiklik baş verməyəcək. Yəni, bir dənə Y düşməyəcək, iki dənə Y necə varsa elə tələffüz olunacaq. Məsələn, deyirəm ki, səyyar sözü və yaxud da səyyah sözü. Baxın, səy sözü yoxdur da, səy ilə səyyarın bir, səy sözü var, amma səy ilə səyyarın bir mənası yoxdur, yəni şəkilçi kimi deyil. Ona görə tələffüzdə necə varsa elə qalacaq. Amma yox, məsələn, mən deyirəm ki, əgər sözdə şəkilçi kimi olarsa, sözün tərkibində şəkilçi kimi olarsa, bu zaman bir dənə, iki dənə Y-dan birisi düşəcək. Məsələn, mən deyirəm ədəbiyyat. Ədəbiyyat sözü. Tələffüz qaydada belə olacaq. Ədəbiyyatdı mı? Tələffüzdə bu bir dənə Y düşəcək. Bir dənə Y düşəcək. Belə olacaq. İndi isə mən sizlərə müxtəlif cinsli kar samitlərin yanaşı işlənəndə onların tələffüz qaydasını izah edəcəm. Məsələn, deyirəm ki, ST, FT, XT və yaxud da ki, ŞT bu kimi hərf birləşmələr yanaşı işlənəndə bunlara saitlə başlanan şəkilçi gələrsə, bu zaman bu ikinci samit cingiltili kimi tələffüz olacaq. Məsələn, deyirəm ki, asta deyirəm. Buna saitlə başlanan şəkilçi əlavə olduğuna görə, yəni bundan sonra sait gəldiyinə görə, bu zaman bu cingiltili kimi tələffüz olunacaqdır. Asta şəklində. Və yaxud da ki, bunlardan sonra samitlə başlanan şəkilçi gələrsə, bu zaman bu düşəcəkdir. Məsələn, deyirəm ki, neftçi. Baxın, neft, fıt birləşmədə samitlə başlanan şəkilçi gəldi. Bu onda düşüb bir dənə T düşəcək. Yəni, yoxmuş kimi tələffüz olunacaq. Neftçi şəklində tələffüz olunacaqdır.
Və yaxud da ki, belə kar samitlərimiz var ki, onlar yanaşı işlənəndə ikincisi cingiltiləşir. Məsələn, deyirəm ki, mən səp 2 və yaxud da bit 2. Baxın, P, K, T, K müxtəlif cinsli 2-dən kar samit yanaşı işlənərsə, bunlardan ikincisi cingiltili tələffüz olunacaq. Məsələn, deyirəm, səp, gi şəklində və yaxud da ki, bit, gi şəklində tələffüz olunacaqdır. Ümid edirəm ki, bu videomuza qulaq asdıqdan sonra siz müxtəlif cinsli kar samitləri və incisi kar samitlərin tələffüz qaydasını daha yaxşı başa düşmüşsünüzdür. Sağ olun, salamat qalın. Gələn videolarda görüşənədək.